Salam değerli öğrenler, hoş gördük. Belə bir məsələ ilə tanışırlar. Deməli, ehtimal məsələsidir. Sevil və Vasifin olduğu 8 nəfərlik bir qrupdan seçilən 5 nəfərdən Sevil və Vasifin olması hadisəsini ehtimal qılır. Məsələn, burada müxtəlif format ediləbilir. Amma burada deyir ki, Sevil və Vasif ikisi də eyni qrupda gəlsin. Deyir ki, bax 5 nəfər seçmişəmsin mən. 1, 2, 3, 4, 5 nəfər. Burada Sevil və Vasifin olması deyirsə, deməli Sevil burada, Vasif burada mütləq iştirak edir. Qaldı 3 nəfər. Deməli, bu 3 nəfərdən, ümumiyyətlə 5 nəfər seçirəmsə, hadisənin ehtimalı bərabərdir. Ümumi 8 nəfərdən 5 nəfər seçirəm. Yəni, kombinizon 8-dən 5. Mən Sevil ilə Vasifi seçmişəmsə, deməli, mənim burada 3 nəfər üçün yerim var. Bu 3 nəfəri neçə iştimal seçirəm? Bu getdirsə 2 nəfər, qaldı mənim 6 nəfərim. Deməli, bu 6 nəfəri 3 nəfəri seçmək üçün 6 nəfərdən istifadə edib seçməliyik. Yəni, kombinizon 6-dan 3 üsuldan seçə bilərəm. Bu da bərabərdir. 6-dan 3 kombinizon edir 20. 8-dən 5 də kombinizon 8-dən 3-ə bərabərdir. O da gedir 8 burası 7 burası 6 bölüsü 1, 2, 3. 6, 2, 3, 7 burada. Cavab edəcək 20 bölüsü 56. İxtisar da aparıb sadələşdirəcək. 4-ə bölsən edəcək 5 bölüsü 14. Çox gözəl, maraqlı bir sual idi. Buyurun.